Salam əziz şagirdlər, bugün sizinlə 12 iyul tarixində keçirilmiş ikinci şans imtahanının fizikasının izahlarına baxırıq. Birinci sualımızda gördüyümüz kimi AB hissəsindəki dövr elementini soruşur. Biz bilirdik ki, kondensator 1 olurdu rəqs konturunda, bu dəyişən tomlu kondensator. Biri də olurdu, baxın bu hissədə, yəni bu hissədə olan kondensatordur, B variantı. Sonra 32-ci sualda bizə müqaviməti verib 50 ohm və bizdən orta gücü soruşur. P bərabərdir ümumiyyətlə I-udur. Yalnız uşaqlar burada götürdüyünüz U normal U olmur. U maksimal olur. Və bildiyimiz kimi U təsirçi qiymət U maksimal bölsün kök altı 2-yə bərabərdir. Və həmçinin bizdə burada I də olmadığına görə gücün bu U kvartı böl R düsturundan istifadə edirik. Və U-nun yerinə U maksimal böl kök altı 2 qoyduğumuzda olur U maksimal kvartı bölsün 2R. U maksimal olacaq 200 vur 200 kvadratı. Bu da 2 vurulsun 50. Bu 100'dür və cavab edir 400 Watt. Cavab olur Y variantı. Sonra baxırıq 33-cü suala. 33-cü sualda bizə deyir ki, tezliyi sabit saxlayırıq və intensivliyi 2 dəfə artırırıq. Bunu 2 dəfə artır. Və səthdən qopan elektronları maksimal impulsu deyir. İmpuls bildiyimiz kimi mv'dir. Yəni impuls sürətdən asılı olan fiziki kəmiyyətdir. Sürət də yadınızdadırsa kinetik enerjinin daxilindədir. Biz də kinetik enerjisini nə deyirdik? Deyirdik ki, kinetik enerjidir, gərginlikdir. Bunlar yalnız ışığın tezliyindən asılı idi, intensivdən asılı deyildi. Ona görə dəyişməz. 34-cü sualda linki məsələsidir. Biz baxırıq ki, burada ən birincisinin dayağınız baxın budur. Dayaq budur və dayağın üstünə reaksiya qüvvəsi verib. Dayağın üstündəki reaksiya qüvvəsi linki fırlatmaz. Ümumiyyətlə, dayağın üzərində qüvvə varsa, o fırlada bilmir uşaqlar. Yəni, bunu biz qapı qulpu ilə izah edirdik. Qapı qulpunun qapıya birləşən bərk hissəsinin üstünə siz basmaqla qapını aça bilməzsiniz. Bu da eyni şeydir. Ona görə siz baxırsınız burada fırlada biləcək qüvvələrə. Bir çubuq bildiyiniz kimi çəksiz deyil, kütləsini verib. Ona görə tən ortadan bu olur çubuğun çəkisi. Burada cismin bir çəkisi olur və həmçinin bir də bu ipin burada gərilmə qüvvəsi olur. Biz reaksiya qüvvəsini tapmaq üçün aşağı və yuxarı yönəlmiş qüvvələri tapmalıyıq. Mən bilirəm ki, 3 kilogramdırsa birinci çubuq, bu olacaq 30 newton. Bu da 20 newtondur. Aşağı yönələnlər 50 newtondur. Mən gərilməni tapmalıyam ki, reaksiyanı da tapım. Çünki reaksiyanın, gərilmənin cəmi mənə 50 newton verməlidir. İndi gəlin baxaq, gərilməni hardan tapırıq? Gərilmə, baxın, burada deyəcəksiniz ki, bəlkə bu da dayaqda hardan bilirik? Uşaqlar, dayaq burada 100% yadınızdadır. İndi biz dayağı üçbucaq versiyada çəkirik və bu yerə birləşdirilir. Ona görə əsl dayaq bu hesablanır. Burada isə bu dayaqda sayılmır. Sadəcə ipdən asılı və ipin gərilmə qüvvəsi dayaq istiqamətində bu formatda fırladır. Çubuq belə fırladır, cisim də belə fırladır. İndi baxıram ki, T gərilmə onda, deməli, qüvvə momentlərinə baxırsınız. Burada məsafəsi gördüyünüz kimi 5x-dır, bərabərdir. Çubuq 30-dur, məsafəsi 3-dür, olacaq 3x vur 30, 90x. Üstə gəlinsin, 20-nin də məsafəsi 6x, olacaq 120x. Bu bizə verir 210x, bərabərdir 5x vurulsun T-yə. İxtisar gedir, həmçinin T qalır burada 42 newton. Əgər T 42-dirsə, cəmdən baxırsınız, onda reaksiya qüvvəsi 8 newtondur. Cavab C variantı. Sonra baxırıq 35-ci suala. 35-ci sualda bizə deyir ki, bəs nöqtələri verib və sürəti soruşur. Əgər eyni çevrə üzərindəsə, çevrə üzrə bərabər sürətli olunur deyə V1 V2-yə bərabərdir mütləq sürətdə. Və gəlin belə baxaq ki, 1, 2, 3-də omeqalar eynidir və V-nin omega ilə bağlı düstura omega R-dir. Yəni V radiusdan düz asılıdır. Və 3-ün radiusu görürük ki, 1-in və 2-nin radiusundan böyükdür. Ona görə V3 böyükdür V1-dən, o da bərabərdir V2-yə. Ona görə cavab olur Y variantı. Baxırıq 36-cı sual. 36-cı sual 4pi kvadratı, nu kvadratı görən kimi bizim yadımıza düşür omeqanın kvadratı. Çünki omega özü 2pi nu'dur və kvadrat 4pi kvadratı, nu kvadratı bizə verəcək omega kvadratı x maksimal. Mən demişdim, çevrəyə oxşuyur, mexaniki rəqslərin düsturu. Omega kvadratı r orada bizə, yəni mərkəzi qismət təcrin verirdi. Burada omega kvadratı x maksimal bizə verir təcrin maksimal qiymətini. Yəni Y variantı. Sonra baxırıq 37-ci sualda akseptorla donor soruşur. Donor bildiyimiz kimi elektronun sayını çoxardırdı. Ona görə N tipi idi. Akseptor isə deşiklərin sayını artırmağa çalışırdı və P tipi idi. Yarımkəsici elektronların sayını artırır donor, deşiklərin sayını artırır akseptor. P tipdir akseptor, N tipdir donor. Ona görə 2, 3, 1, 4 və 5 Y variantı.
Baxırıq 38-ci sualda. 38-ci sualda bizə n0 verib. 8 vur 10 üstü 23'dür. Və yarım çevrilmə periodu 10 dəqiqədir deyir. Onda t-ni də bizə 20 dəqiqə verib və deyir ki, neçəsi çevrilməyə məruz qalar. Baxırsınız ki, uşaqlar, n bərabərdir, n0 vurulsun 2 üstü mənfi t bölü t-dir. T ilə t-ni yerinə qoysuq, burada alınır 2 üstü mənfi 2, yəni n bərabər olur n0 bölünsün 4-ə. Uşaqlar, 4də 1 hissəsi parçalanmamış qalıbsa, bu n parçalanmamışların sayıdır. Əgər 4də 1 parçalanmayıbsa, deməli 4də 3 parçalanır. 4də 3 vurulsun 8 vurulsun 10 üstü 23. 4 ilə 8 ixtisar gedir, cavab edir 6 vurulsun 10 üstü 23. Cavab C variantı. Ondan sonra baxırıq uşaqlar 39-cu sual. 39-cu sualda eyni temperaturlardır və söhbət doyan buxardan gedir. Bildiyimiz kimi pirojnadır. Burada P, Rho, N, T-dən düz kvadratik asılıdır. Əgər eyni temperaturda T-lər konstantdırsa, konsentrasiya, sıxlıq və təzyiq də konstant qalmalıdır. Yəni, hamısı bir-birinə bərabərdir. 40-cı suala baxırıq. 40-cı sualda isə baxırıq 40-cı sualda deyir ki, kök altda Joule bildiyimiz kimi uşaqlar işdir, ohm, R-dir, müqavimət, saniyədə T-dir. A-nın düsturunu yadımıza salırıq. Joule-Lenz qanununda da həmçinin bu düsturdan istifadə edirdik. Amma ki, burada R ixtisar getsin deyə R-in məxrəcdə olan versiyası, yəni U kvadratı bölünsün, R vurulsun, T düsturuna istifadə edirəm. T-lər və R-lər ixtisar gedir, kök altda U kvadratından çıxır U, yəni gərginlik. Burada olacaq elektrik gərginliyi Y variantı. 41-ci sualda bərk haldan birbaşa qaz halına keçmə sublimasiyadır. Qazdan bir dəfəlik bərkə keçmək isə desublimasiyadır. 42-ci sualda eta bərabərdir. A faydalı bölü A tam düsturundan istifadə edəcəyik. A faydalı bu hissədir. A tam da bu hissədir. Yəni, belə bir formatda 2 dənə bucaq əmələ gətirsəz, burada tangens alfadır. Və tangens alfa bildiyimiz kimi artan bucaqdır, yəni artan funksiyadır deyirik. Yəni, bucaq artdıqca avtomatik olaraq tangesində qiyməti artır və etanın qiyməti artacaq. Gördüyümüz kimi 1 ilə 2 eyni qrafik üstündə deyə eta 1 ilə eta 2 bir-birinə bərabərdir və 3-ün bucağı onlardan kiçikdir deyə eta 3 onlardan kiçikdir. Yəni, ona görə cavab olacaq burada A variantı. 43-cü sualda sabit gərginlik mənbəyinə qoşulub, U konstantdır, Q bərabərdir, U-dur. S-ni açırsınız, epsilon 0 S bölüdə və vurulsun U. Q S-dən düz asılıdır. A variantı. Baxırıq sonra uşaqlar 44-cü sualda U-nun P-dən asılılığını verib. Əgər U konstantsa, deməli bu izotermik prosesdir və MKN-də biz danışmışıq ki, kinetik enerji yalnız və yalnız temperaturdan asılıdır. Əgər temperatur konstantsa, kinetik enerji də konstantdır. Və gördüyümüz kimi təzyiq artıb. Təzyiq artıbsa, izotermik prosesdə P ilə V tərs asılıdır. Ona görə həcm azalmalıdır. Cavab B variantı. 45-ci sualda deyir, bizə cərəyan şiddətini verib 1,5 amper, həmçinin F-ni də verib 20 Weber. Və bizə deyir ki, maqnit sahəsinin enerjisini tapın. Maqnit sahəsinin enerjisi pi bölü 2-dir. 1,5 vurulsun 20 bölünsün 2 və cavab bizə verir 15 joule. D variantı. 46-cı sualda bizə deyir ki, impuls azalır. Impuls azalırsa uşaqlar sürət azalır deməkdir. Və biz neçə dəfələrlə demişik, periodla, tezliyin düsturlarında qəti sürətdən istifadə olunmur deyə, onlar sürətdən asılı deyil. Yəni, period 2 pm bölü QB-dir, tezlik də bunun tərsidir, QB bölüsü 2 pm. Yəni, sürət olmadan ki, onlar sürətdən asılı deyil, yəni dəyişməz. Baxırıq indi radiusa, MV bərabərdir QRB olduğuna görə V ilə R düz asılıdır. V azalırsa R də azalır. Ona görə cavab D variantı olacaq. 47-ci sualda uşaqlar, burada bir çoxunuz yazmışsınız, sürtünmələr bir-birinə bərabərdir. Uşaqlar, sürtünmə düsturu, sürtünmə üfüqüdə μmj-dir. Yəni, eyni səthi, yəni burada deyir, sürtünmə misali eynidir. Mü eynidir. Amma M-lər fərqlidir axı uşaqlar. Gördüyümüz kimi ikincinin kütləsi birincidən daha böyükdür. Ona görə də sürtünmə 2 böyükdür, 2 dəfə böyükdür sürtünmə 1-dən. Amma ki, bizə deyir təcil. Bəli, yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət olunursa, bu zaman təcil μj düsturuna hesablanırdı. Və μ eynidir, j eynidir, A-lar eyni olacaq. Sürtünmə qüvvələri yox. Ona görə A1 A2-yə bərabərdir, 2 də 1-dən 2 dəfə böyükdür. Ona görə B variantı. Sonra baxırıq 48-dir deyəsən, səhv eləmirəmsə, bəli 48-ci sualdır. 48-də bizdə istiqamət dəyişimi soruşur. Sürətdə bilirsiniz ki, VT qrafikində sürətin neçə dəfə istiqamət dəyişimini qrafikin neçə dəfə kəsdiyindən bilirik. Gördüyümüz kimi T oxunu 2 dəfə kəsibdir. Deməli 2 dəfə sürət yer dəyişmə edib. Gəldi təcillə, uşaqlar, təcillə sürət qrafikinin bu kəsişmə söhbəti eyni deyil. Təcili isə müşahidə eləməlisiniz. Baxın, bura bölürəm 1,
2, 3, 4. 4 dənə hissəyə bölürəm bunu. Baxıram birinci hissədə ki, sürət azalır. Yəni bu yavaşlayan hərəkətdir. Amma x oxu istiqaməti. X oxu istiqamətinin yavaşlayan hərəkətdə, yəni V0 müsbət, A isə mənfi olurdu. Yəni qısacası V0 x oxu istiqamətində gedirdi. V0. A isə onun əksinə doğru gedirdi. Bu birincidir. İkinci hərəkətdə uşaqlar gördüyünüz kimi bu nə edib? X oxunun əksi istiqamətinə yeyinləşib. Yəni gəlin bunu bir dənə x oxunda təsəvvür edin. Baxın bu x oxudur. Cisim ən birinci hərəkətdə V0 belə olub, A belə olub. Sonra ikinci halda deyirəm x oxunun əksi istiqamətinə yeyinləşəndə yenə V0 belə olanda A yenə də eyni belə olmalıdır. Yəni gördünüz sürət dəyişdi, amma təcil dəyişmədi. Yəni sola gedirdi, yenə soldadır da. Yəni dəyişən bir şey yoxdur. Baxırıq üçüncü hərəkətə. Üçüncü hərəkətdə isə x oxunun əksi istiqamətində yavaşlayan edir. Yavaşlayanda əgər V0 x oxunun əksidir, axı bu istiqamətdədir. V0 bu dəfə istiqamət dəyişmir, amma təcil avtomatik bu istiqamətdə olmalıdır uşaqlar. Sağa tərəf yönəlməlidir. Çünki yavaşlayanda V0-ın A-nın istiqaməti tərs olmalıdır. Sonra baxırıq uşaqlar dördüncüyə. Dördüncüdə isə sürət gördüyünüz kimi artır, yəni yeyinləşən hərəkət edir x oxu istiqamətində. Bu dəfə V0 istiqamətini dəyişib bu formatda x oxunun istiqamətinə gedir. Yenə də təcil, yəni qısacası sola gedirdi. 1 ilə 2 də sola getdi, 3 ilə 4 isə sağa getdi. Bir dəfə cəmi istiqamət dəyişimi baş verdi. Ona görə C variantı. 49-cu sualda uşaqlar biz danışmışdıq epsilondan V-nin qrafikləri üstə düşməlidir. Əgər epsilon konseyin induksiya cərəyanından sürətin biz demişik qrafikləri üstə düşür. İnduksiya cərəyanı əgər sabit dəyişmirsə, sürət də dəyişmir. Baxırıq 50-ci sualda. Əgər bildiyiniz kimi cismin maddəki çəkisi onun sükünə, yəni vakuumdakı çəkisindən Arximed qədər azdır. Deməli mən burada F Arximedi tapıram 0,4 Newton. F Arximed də bildiyiniz kimi rho maye, V cisim J'dir. Və baxıram ki, V cisim onda olur. Daha doğrusu V batanda da bildiyiniz kimi. Prosta indi burada hamısı batıbdır. Gör V cisim götürürəm. Çünki tam batmış deyir. V cisim bərabər F Arximed bölünsün. Rho maye J'dir. Rho maye 1000'dir solduğuna görə. Bu da 10'dur. F Arximed də 0,4'ü bölürəm 10'a. Daha doğrusu 10 üstü 4'ü. Bu qolda V cisim. Və həmçinin M-i də buradan tapa bilərik ki, J 10'dur. 2,8 isə MJ-dən M də bizə bərabərdir. 28 vurulsun 10 üstü mənfi 2'yə. Gəlin indi onda mən rho-nu tapım. Rho bərabərdir M bölü V. 28 vurulsun 10 üstü mənfi 2 bölünsün. 0,4 bölünsün 10 üstü 4'də 10 üstü 4 çıxır bura. Bunun bir sıfırına bura 10 kimi yazım. 4 ilə 28 gedir qalır 7. 10 üstü mənfi 2 ilə də bunun sıfırı gedir. Cavab edir 7000. O da C variantı. 51-ci sualda uşaqlar deyir, linza 4 dəfə böldürülmüş, həqiqi xəyal alınır. Yəni G bərabərdir F bölü D-dir. Bu da bizə 4 verir. Onda F bərabərdir 4 D-dir. Və sizə deyir ki, cisimlə xəyal arasında, yəni F üstə gəldi 2,5 metrdir. Yəni bunu santimetrə çevirə bilərsiniz istəsəz, yəni daha rahat olsun deyə. Məsələn, 250 olur santimetr. Və baxıram ki, indi F 4 D-dirsə, onda yerinə qoyanda elə 5T bərabərdir 250. Onda D bərabərdir 50 cm. Onda F də bərabərdir 200 cm. Və baxıram onda 1 bölü F bərabərdir Fox məsafəsi və həqiqi xəyal alınır deyə söhbət toplayıcıdan gedir deyə. Ona görə 1 bölü F üstə gəl 1 bölü D düsturundan istifadə edilir. Toplanan yerin dəyişində bildiğiniz kimi cəm dəyişmir. Ona görə belə yazmaq olar. Yerinə qoyuram. Deyin ki 1 bölü 50 üstə gəlsin 1 bölü 200'dür. Prosta bunu belə hesablamamızda belə də eləyə bilərsiniz. Burada avtomatik gətirək. Ona görə olacaq F vurdu, bölünsün F üstə gəldi. Bu da edir 200 vurulsun 50, bölünsün 250. Avtomatik olaraq buna gedir. Cavab edir 40 cm. Cavabca D. İndi isə baxırıq 52-ci suala. 52-ci sualda ən birinci baxırıq ki, müsbət özündən kənara verir, mənfi isə özünə tərəf verir. Eyni istiqamətdədir deyə yekun intensivlilər toplanılmalıdır. Və baxırıq ki, Q1-də deyir ki, intensivlik modulu Y-dir. Q1-də uşaqlar Y intensivlik Y1 yazıram. K, Q bölünsün R kvadratıdır. Buna bir dənə Y deyirlər. İkincidə isə K mənfi 5Q bölünsün R kvadratıdır. Yəni gördüyümüz kimi 5 burada qarşıya gəlsin moduldan çıxıb 5K3 bölü R kvadrat olacaq. Və K3 bölü R kvadratı 7 ise onda 5K3 bölü R kvadratı olacaq 5Y. Toplayanda da eləyəcək 5Y üstə gəl Y, eləyəcək 6Y ilə sağa. Cavab olacaq Y variantı.
53-cü sualda, deməli, baxın, burada mən öyrətmişdim sizə ki, 2 dənə çevrə çəkirsiniz və mən baxıram ki, birincidə elə görə, baxın, bu istiqamətdə gedir axı və bu istiqamət olanda bu olur sadə əqrəb istiqamət. Sadə əqrəb olanda B olur x. Yəni, L nöqtəsində maqnit induksiya vektoru bizdən şəklə doğru yönəlib, yəni 1. Sonra baxırıq M nöqtəsində isə, baxın, belədir axı, belə bir formatda gedir. Bu da sadə əqrəbin əksidir. Bu da bizə verir nöqtə. Nöqtə isə şəkildən bizə doğrudur. Ona görə olacaq bir də 4. Yəni cavab 1, 4-dür. Sonra baxırıq 54-cü suala. 54-cü sualda bizə deyir ki, 1 mm 500 ştrix olan difraksiyanın qəfəsinin üzərinə qəfəs səthinə perpendikulyar istiqamətdə tezliyi bu qədər olan monoxromatik işıq dəstəsi düşüb və maksimumları ən böyük qiymətini soruşur. Bildiyimiz kimi D sinus fi bərabərdir K lambdadır və biz dedik ki, ən böyük tərtib soruşanda sinus fini 1-ə bərabər edir və K bərabər olur D bölünsün lambda. Və həmçinin periyodunun, qəfəsin periyodunun düsturu var, L bölünsün N. Qoyuram yerinə və burada tezlik verdiyinə görə lambdanın tezliyi ilə bağlı S bölü μ düsturunu da bura yazıram. Və beləliklə bunu hesablayıram. 1 mm yazıram 1 vur 10 üstü mənfi 3 kimi. Tezliyi 4,5 vurulsun 10 üstü 14'dür. Və N burada 500'dür. S'dəki 3 vur 10 üstü 8'dir. 10 üstü 8 bu 2 edir 10 üstü 10. 10 üstü 10 ilə 10 üstü 14 gedir qalır 4. Bu 15 ilə bu gedir 0,3. 4 ilə də mənfi 3 bütöv aparsa bu da bir də 10 qalır. Onu da 0,3 vuranda cavab edir 3. Sonra baxırıq 55-ci suala. 55-ci sualda deyir ki, düz xətlə hərəkət edən iki cismin təcilləri arasında əvəzedici qüvvələrin bir qrafiki verilib. Kütləsi bu qədər olan cismə 90 Newtonluq qüvvənin verdiyi təcili hesablayın. Əvvəl M1, M2-ni tapmalıyıq uşaqlar. M1 bildiyiniz kimi F bölü A-dır. Yəni F bərabər MA düsturdur qısacası bu. Baxırıq ki, M1 olur 12 bölü 6 olacaq 2 kiloqram. M2 də olacaq 12 bölü 12 1 kiloqram. Və M-dəki 2 vurulsun M1 2'dir. Üstəgəl 5 vurulsun M2'dəki 1'dir. 4 üstəgəl 5 cavab edir 9 kiloqram. 90 Newton verirsə onda A-dır. Nəyə bərabərdir? 10 metr bölü saniyə kvadratına. Baxırıq 56-ya. 56-da bizdə cismin impulsunun dəyişməsini soruşur. Ən birinci siz burada çevrə üzrə hərəkət ediyi hissəyə fikir verməlisiniz. Hansı hissədədir? Baxıram ki, period yoxdur ki, mən hissə tapam. Onda periodu tapmalıyım. V-nin üstünə 2 pi r bölü t-dən periodu tapırsınız. 2 pi r bölünsün V. 2 vur, 3 vur, 1 bölünsün 6. Cavab edir 1 saniyə. 1 saniyə periyoddur. 0,25 də 1 saniyənin 4də 1-idir. 4də 1 hissədə dəyişmə delta P. Kök altda 2mV'dir. Kök altda 2'yə 1,2 deyir. Daha doğrusu 1,4 deyir üzürlü sayın. M-ə 0,5 deyir. Bu da 6'dır. Bu edir 3. 3'ü 1,4'ə vuranda cavab edir 4,2 yaza bilərsiniz. Kiloqram vur metr bölü saniyə. 57-ci sualda uşaqlar yuxarı qalxır. Yəni cisim yuxarı atırlar və maksimal hündürlüyə qalxana qədər. Yəni yuxarı qalxan hissəsinə baxırlar. Uşaqlar yuxarı qalxdıqca sürətin modulu azalır, danışmışıq. Təcilin modulu dəyişmir, çünki fikir verin, cismə təsir edən ağırlıq qüvvəsini sabit qəbul edilir və hava müqaviməti nəzərə alınmadığına görə təcildə sabitdir, dəyişmir. Yer səthinə nəzərən potensial enerji hündürlüyə artdığına görə potensial enerji artır. Tam mexaniki enerji dəyişmir. Kinetik enerji isə azalır. Ona görə 1C, 2A'yı 3B'dir. Gəldik ətraflı yazılara. Ətraflı yazılarda baxırıq ki, 58-ci sualda bu əslində əvvəlki qəbullarda olub, biraz keçmiş qəbul sualıdır bu sual. Baxırıq ki, intensivlik xətləri bildiyimiz kimi sıx olan mühitdə daha intensivlik böyük olur. Seyrək mühitdə isə intensivlik daha kiçik olur. Cisim seyrəkdən sıxa doğru hərəkət elədiyinə görə intensivlik artır. Yəni azdan çoxa gedir, intensivlik artır. Və F bərabərdir QY olduğuna görə intensivlik artırsa F də artır. Ona görə olur artan təcillə. Və ümumiyyətlə cisim intensivlik xətlərinin əksinə doğru gedir deyə ona görə olur yavaşlayan. Olur artan təcillə yavaşlayan hərəkət. Yəni V yavaşlayandır. Hərəkətin adı budur. 59-da deməli bizə M verilib uşaqlar. Sonra və bizə deyir ki, tam mexaniki enerji nə hesablanır? Tam mexaniki enerji demişik də kinetikin ya da potensialının maksimalıdır. Burada söhbət gördüyünüz kimi harmonik rəqsdən gedir. Ona görə ən yaxşı bildiyimiz yetamın düsturundan biri KX maksimal kvadrati bölü 2-dir.
Baxırıq ki, x maksimalımız var, amma k-nı hardan götürək? Bizə m verilir və qrafik verilir. Qrafikdə də t saniyədirsə 100% period tapa bilərsiniz. Buradan siz yadınıza salmalısınız ki, yaylı rəqqas üçün bizim omeqamızın düzür köçəkdə k böl m-dir və omeqanı buradan rahatlıqla yerinə qoyub, omeqanı baxın 2 böl t düsturunu yerinə qoyub rahatlıqla siz buradan k-nı tapa bilərsiniz. Gəlin tapaq. K böl m yazıram kökü azad eləmək üçün. Hər tərəfi kvadrata yüksəldirəm. Olur 4 pi kvadratı bölsün t kvadratı. K-nı da tapanda 4 pi kvadratı olur 9. Bölünsün periyodu gəlin tapaq. 1, 2, 3, 4. Gəldi düşdü 0,4-ə. Vergülü bura 10 kimi atıram. 4-lər gedir, cavab edir 90. Və indi gəlib burada bunu hesablayıram. Y tam bərabər olur. K-nı yerinə qoyuram 90. X maksimal 40 santimetrdir. Kvadratı olacaq 1600 vurulsun 10 üstü -4. Metrə çevirmək unutmayın. Və 2. Və 2 ilə 16 burada edir 800. Bunlar da buradan qalsın mənfi ki. Bir də gedər mənfi 1 qalsın. 8, 9-un bildiyiniz kimi edir 72. Bu da edir 7,2. Baxırıq sonra 60-cı sualı. 60-cı sualı deyir ki, ən birinci halda ideal qaz izobar, P konustant soyudurlar. T azalır, V də azalır. Deyir sonra izotermik genişləndirirlər. T konstantdır. Genişlənir. Həcm artır, onda P də artır. Bu proseslər qaz molekulunun konsentrasiyası qazın temperaturuna asılı qrafikini çəkin. Qazın konsentrasiyasının temperaturdan asılığı. 1-2 halında gördüyünüz kimi ümumiyyətlə 1 halında götürsək, deməli P konstant olur, V azalır. Bildiyimiz kimi konsentrasiya N böl V-dir. V azalıbsa konsentrasiya artıb. Konsentrasiya artıb, amma T azalıb. Deməli, tərs mütənasib qrafik olmalıdır. Ən birinci, baxın belə. Bu oxu da baxın belə qoymalısınız ki, yuxarı getsin konsentrasiyada, konsentrasiyası, amma temperatur sıfıra yaxınlaşsın. Bu oldu birinci, yəni 1-dən 2-yə gəlin yazaq hələ bu prosesi. Sonra ikinci prosesdə 3-dən 4 olsun. Baxırıq ki, burada V artır. İkinci prosesdə konsentrasiya M bölü V daxil. V artırsa konsentrasiya azalır. Konsentrasiya azalmalıdır. T isə konstant qalmalı. Ona görə avtomatik baxın belə bir qrafik olmalıdır. Bu da olacaq 2-3 qrafiki. Temperatur konstantdır, konsentrasiya da azalır. İndi isə baxırıq situasiyamıza. Bizdə situasiyada termodinamika bölməsi ilə bağlıdır və su ilə bitki yağını qızdırırlar 20-dən 70 dərəcəyə kimi. Və uşaqlar burada deyir ki, kütlə və temperatura eyni olmağına baxmayaraq, nəyə görə bitki yağı daha tez qızır və bunu düsturuna izah edin. Ən birinci siz yazmalısınız ki, güc bərabərdir, iş bölünsün T'dir və işi burada siz tapanda edir N vurulsun T. Burada görülən iş, uşaqlar, bu maye və bitki yağının qızmasına sərf olunan istilik miqdarına bərabər. Yəni, işimiz onların qızmasıdır. Ona görə bildiyiniz A Q-dür burada. Və Q gördüyünüz kimi T ilə düz asıdır. Hansının istilik miqdarı, yəni hansının qızmasına sərf olunan istilik miqdarı daha azdırsa, avtomatik olaraq ona sərf olunan zaman da az olacaq. Və siz Q-nün düsturunu qeyd edirsiniz. İkinci olaraq Cm delta T. Və baxırsınız ki, deyir ki, temperatur dəyişməsi eynidir, kütlə də eynidir. Amma S-lər fərqlidir. Bitki yağının xüsusi istilik tutumu kiçikdir deyə ona görə onun istilik miqdarı da kiçik olur. İstilik miqdarı kiçik olduğu üçün onun qızmasına sərf olunan zaman da kiçik olur. Səbəb budur. 89-cu sualda bizə deyir bitki yağının temperaturunu 70 dərəcəyə sudan neçə saniyə tez çatdığını hesablayın. Burada əlbəttə ki, bayaq kimi bu düsturdan istifadə edirsiniz. Yəni burada sizə verilib C, M və delta T. Neçə saniyə tez çatdığını dediyi üçün bunu hesablanmalısınız. Hökmən sürətdə vacibdir. Gəlin hesablayalım. Baxıram ki, Q1, C1, M1, delta T1'dir. C1 sudur əlbəttə ki, birinci suya baxırıq. Su 4200 vurulsun 1 kiloqram. 20-dən 70'ə qalxıb hər ikisi, yəni 50 qədər qızıblar. Onda burada cavab edir 210, 2 dənə də sıfırı da var desən. 3 dənə sıfır sorayım, 10 üstü 3. Yəni, qısacası 21 vursun, 10 üstü 4. Yəni, kilocu olan da yaza bilərsiniz. 210 kilocu siz üçün rahat olsun. Q2-ni hesablayırsınız. S2 1700'dür. 1700 vurulsun, yenə 1 vurulsun 50. Bu da bizə verir 35, 85 kilocu. Və yenə də yazırsınız ki, bəs yəni Q bərabərdir, güc vurulsun T'dir. Hər ikisində eyni güclü, bax, deyirik sizə ki, 1000 volt olan eyni qızdırıcılar ilə, yəni N'lər eynidir, güclər eynidir. Onda deməli, güclər eynisə gəlin T'ni tapaqın. T Q böl N'dir də.
Birincini tapıram. Birincisinin Q'su 210'dur. 210 vursa 10 üstü 3. Bölsün endəki 1000'dir. Bu eləyir 210 saniyə. T2 isə eləyir 85'i bölürəm. Yəni 10 üstü 3'ü bölürəm yenə 10 üstü 3'ə. Bu eləyir 85 saniyə. Nə qədər tez çatıb? 210 çıxılsın 85. Bu da deməli eləyir 125 saniyə. Daha tez çatıb. Neçə saniyə soruşub? Bəli, 125 saniyə daha tez çatıb. Sonra baxırıq 90-cı suala. 90-da deyir ki, bizə deyir koordinat oxlarında göstərmək suyun 70 dərəcəyə kimi qızdırdıqda onun temperaturun qızdırıcı alınan istilik miqdarını asılılıq qrafikin. Özü də qiymətlərlə. Qiymətini elə indi hesablamışdıq. 210 kilojoule. Baxın, bunu belə bir formatda qura bilərsiniz. Temperaturun qızdırıcı alınan istilik miqdarını asılılıq qrafikini qururam. Yəni bu 20-dən başlayıb qızmağa. Buraya gəlin belə kiçik T yazalım, Selsi nədir deyə. Olub burada 70 dərəcəyə kimi qızmağına sərf olunan istilik miqdarı 210'dur. Yanına da yazırsınız kilojoule. İnşallah gələcək həyatınızda uğurlar.